Mən niyə onlara əhəmiyyət vermirəm, niyə onları ciddiyə almıram? Mən niyə küçə uşaqlarının səviyyəsinə düşməliyəm ki? Mən niyə kimdən olunduğu bilinməyənlərin səviyyəsinə düşməliyəm ki? Əhəmiyyət verməyin. Onlar küçə küçükləridir, itləridir, ürəyərlər. Bunu tənqid edənlərin deyir ki, atanalı anaları belli olmayan, subhanallah. Ata-anası belli olmayan birisi de kime deyirlər? Zina evladına. Vələdüznəyə deyirlər. Yəni ata-anası belli değil. Ata-anaları kimdir bilinmir. Kimlərsə zina eləyib bu dünyaya gəlib. Subhanallah. Yəni görün, elm əhlini bunu tənqid edənləri və tənqid edənlər içərisində böyük elm əhli də var. Hamısını zina evladı adlandırır bu tərbiyəsiz. Və mən sonra sizə ayələri oxuyacağım. Görün belə tərbiyəsizdən elm almaq olar mı? Subhanallah. Necə elm əhlinin ataları da bilinir, anaları da bilinir. Bu birbaşa zina ilə ittiham eləməkdir. Baxın bu, yəni küçə uşağı dili ilə danışan özüdür. Buna elm əhli rəddiyə verən elmi rəddiyə veriblər və bunun iç yüzünü ortaya çıxarıblar. Görün bu insan nə deyir? La ilahe illallah. Mən sizə belə bir insanlara, elm əhlinin valideynlərini ittiham eləyənlərə Quran-ı Kərimin ayə oxumaq istəyirəm. Çünki bəzən valideynləri dünyada yoxdur, halallıq da ala bilməyəcək. Nur surəsi 24-cü ayə. وَالَّذ۪ينَ يَرْمُونَ الْمُحْسَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِعَرْبَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ 80 جَلْدًا وَلَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً أَبَدًا وَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ. Namuslu qadınlara zina isnad edib, sonra da 4 şahid gətirə bilməyənlərə 80 şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin. Onlar əsl fasiklərdir. Düşünün, belə bir insan bəzi ölkələrdə ki tətbiq olunur Quran ayələri, şəriət məhkəməsi buna 80 dənə şallaq vuracaqdılar. Və üstəlik ki, onların şahidliyini qəbul etməyin. Şahidliyini qəbul etməyən necə elm əhli kimi ortaya çıxa bilər? La ilahe illallah. Düşünün, bu necə insanlar tərbiyə edəcək? Əxlaqsız, tərbiyəsiz insanlar yetişdirəcək. Çünki bunun ətrafında olan insanlar bəziləri də vardır ki, hələ də bu insana səhv etdi deyə bilmirlər. Təqlidçiliyi bu tərbiyedir. Bu necə elm əhlidir ki, düzgün insan tərbiyə edilə bilər? Baxın indi ayəyə. Nisa surəsi 24-cü ayə. İnnellezîne yarmûnel muhsanâtil gâfilâtil mu'minâti lu'inû fid-dunya vel-âxirə və lehum azâbun azîm. Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və ahirətdə lənətlənmişlər. Onlar üçün ahirətdə də böyük bir əzab vardır. La ilahe illallah. Utanmaz gör nə deyir. Bu necə tərbiyə edəcək? Necə tərbiyəli insanlar yetişdirə bilər bu? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm baxın nə buyurur Amr ibn Abs'tan gelen hadiste? Böyük günahlardan biri kişinin öz valideynlərini söyməsidir. Soruşdular, bir insan öz valideynləri necə söyə bilər? Peyğəmbərimiz buyurdu, o bir kişinin atasını söyər, həmin adam da onun atasını söyər, onun anasını söyər, o da onun anasını söyər. Buxari Müslim. Yəni o əslində özünə ziyan edir. Amma biz heç zaman, hətta ixvan da olsa, təkfirçi də olsa, xavarc olsa, heç kimsənin valideynlərini söyməmişik. Eğer Veysel Oruc'un valideynləri həyatdadırsa, Allah onlara uzun ömür versin. Yox, dünyaların dəyişibsə, Allah onlara qəni-qəni rəhmət eləsin. Amma bu əxlaqsız, bu sapıq, buna rədd verən elm əhli, bəlkə 20'dən çox elm əhli buna tənqid edib. Açıq rədd edənlər var, gizlində çəkindirənlər var, bunun şərrindən, fitnəsindən. Bu hamısını zina evladı adlandırır. Düşünün, belə bir insandan elm almaq olar mı? Görün nə deyir, atası, anası belli olmayan. Yəni zina evladlardır deyir, subhanallah. Yani buna tənqid edən elm əhlinin ata-anası belli değil, bilinmir. La ilahe illallah.